ritmi hisset. Star Magazin, gündem bizde. Şov alemi burada canlanır. Her haber sende kalır. İnce dondum yer basmayı geriyen. İnce dondum yer basmayı geriyen. Başım baktı evim taktı sevgilim. Başım baktı evim taktı sevgilim. Evden çıkıp yürüyende servi boylum. Badam yese boylu görünen ince bellim. Topuğunda sarmaşanda kara saçlım. Topuğunda sarmaşanda kara saçlım. Koşap adam sığmayan kara kızlım. Koşap adam sığmayan kara kızlım. Kar üstüne kandanmış tek al yanağım. Kar üstünde kandanmış tek al yanağım. Evden çıkıp yürüyende servi boylum. Badam yese boylu görünen ince bellim. Topuğunda sarmaşanda kara saçlım. Topuğunda sarmaşanda kara saçlım. İnce dondum yer basmayı geriyen. İnce dondum yer basmayı geriyen. Başım baktı evim taktı sevgilim. Başım baktı evim taktı sevgilim. Evden çıkıp yürüyende servi boylum. Badam yese boylu görünen ince bellim. Topuğunda sarmaşanda kara saçlım. Topuğunda sarmaşanda kara saçlım. Evden çıkıp yürüyende servi boylum. Badam yese boylu görünen ince bellim. Topuğunda sarmaşanda kara saçlım. Topuğunda sarmaşanda kara saçlım. Sevgilim, güzelim, adaklım. Axşamınız xeyir olsun, dünya boyda ürək olan Dünya Televiziyasının izləyiciləri. Hər birinizi Star Magazin Plus verilişində xoş gördük.
5 ildən sonra nəhayət ilk dəfədir ki, canlı Star Magazin Plus olaraq qarşınızda çıxış edirik dəyərli izləyicilərimiz. Bilirsiniz ki, Star Magazin həftə ərzində show biznesdə baş verən ən son və ən maraqlı xəbərləri sizə çatdırır. 5 illik xidmətinizdəyik və nəhayət belə bir qərara gəldik ki, artıq bu həftədən etibarən hər həftənin cümə günü saat 17:10-da canlı olaraq qarşınızda olacağıq və bu günləri bayram buraxılışı ilə qarşınızdayıq. Bizim layihəmizin yetirmələri ilə bərabər açılış etdik. Dəyərli həmkarım Nahid Əhmədovla duetimizi səsləndirdik. Xoş gördük Nahid. Bayram mübarək olsun. Salam Rəvan bəy, hər vaxtınız xeyirli olsun. Çox sağ olun hər birimizlə bahəm. Xeyirli uğurlu olsun. Bütün yaradıcı heyəti təbrik edirəm başda siz olmaqla. Bugün dediyiniz kimi 5 ildən sonra canlı efirdəyik. Bayrama qarışıb həm 12 iyun uşaqların əməyinə qarşı mübarizə günü və 15 iyun Qurtuluş günü ilə bağlı bütün layihəmizin iştirakçıları mükafatlandırılacaqlar inşallah. Gözəl konsert proqramı keçəcək. Amin inşallah və istəyərdim ki, uşaqlar da salamlasın tamaşaçıları. Xoş gördük Yusuf. Azərbaycan Ulucu layihəsinin finalisti Yusuf Zeynalov. Hər kəs salamlayıram. İştirakçılar. Məryəmə də sözü verir və bugün Məryəmimizin doğum günüdür. Alqışlayaq Məryəm qızımızı. Məryəm qızımız Down sindromlu günəş övladımızdır. Tanıdın bizi, bir istedad yarışmasının finalistidir. Necəsən qızım? Yasinəm, nə var bə? Təbrik edirəm sən ad günü münasibəti ilə. Və əslində ad günü 15 iyundur. Bəli. Hamımız sənin ad günündə olacaq, sənin yanında olacaq. Amma istədik ki, bugün də səni təbrik edək. Təbrik elə. Başdır, təbrik eləyim deyil, təbrik elə. Bu sənin mükafatın, alqışlayaq uşaqları, Yusuf, bu sənin mükafatın və sizə bu günlərim fərqli hədiyyələr hazırlamışıq. Kitablar, çünki bilirsiniz ki, uşaqlar üçün kitablar çox önəmlidir. Həm dünya görüşünüz artacaq, həm biraz da oxuyub nələrdənsə xəbərdar olacaqsınız. Təbii ki, yaxşı mənada bunu deyirəm. Çox vaxtı uşaqlar telefona daha çox, internetlə daha çox ünsiyyət qururlar, amma bütün bunlara yox deməliyik, çünki uşaqlar üçün ən önəmli faktorlardan biri kitabdır. Nə qədər çox oxusalar, o qədər də zehinləri açıq olar. Alqışlayaq və yola salırıq hər ikinizi. Dəyərli izləyicilərimiz, 12 iyun bütün dünyada ümumdünya uşaq əməyinə qarşı mübarizə günü kimi qeyd olunur. Bu tarix bizə bir daha xatırladır ki, hər bir uşaq təhlükəsiz, sağlam və xoşbəxt uşaqlıq yaşamaq, təhsil almaq və öz arzularını həyata keçirmək hüququna malikdir. Uşaqların hüquqlarının qorunması, onların firavan gələcəyinin təmin olunması hər bir cəmiyyətin ən vacib vəzifələrindən biridir. Bir neçə gün bundan sonra qeyd edəcəyimiz 15 iyun Milli Qurtuluş günü isə müstəqil Azərbaycan dövlətinin inkişafında və möhkəmləməsində mühüm mərhələdir. Bugün milli həmrəyliyin, sabitliyin və gələcəyə inamın rəmzi kimi tariximizdə xüsusi yer almışdır. Bu əlamətlər günlərin mənəvi dəyərini rəhbər tutaraq bugün burada öz fəaliyyəti, zəhməti və uğurları ilə seçilən insanları mükafatlandıracağıq və onların nailiyyətlərini birlikdə alqışlayacağıq. Və istəyərdim ki, bu özəl günümüzü artıq bu saniyədən etibarən açıq elan edək. Çünki bugün 2 bayramımız qeyd olunur, bayrama qarışıb və bizim fəxri qonaqlarımız var, hansı ki, vaxt itirmədən onları dəvət etmək istəyirəm. Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan televiziyasının aparıcısı və aktrisası, Professor Həmidə xanım Ömərova bizimlədir. Alqışlarınızla qarşılayaq Həmidə xanımı. Çox sevdiyim, uşaqlığımın ən sevilən, ən sevdiyim aktrisası. Can, öpəcəm sizi. Xoş gördük. Xoş günün olsun. Xoş günün olsun. Bugün doğrudan da əsl bayramdır. Bugün bizim Milli Qurtuluş günümüzdə xalqımızın dəyərlərini, xalqımızın zəfər gününü, xalqımızı ucaldan, bu günümüzə, bu saadətimizə qovuşduran ulu öndərimizi xatırlayırıq, yad eləyirik. Onun qarşısında, onun ruhu qarşısında baş əyirik və bu gözəl gündə mən sizinləyəm. Çox təşəkkür edirəm. Sevimli uşaqlarımızla, Nahid nənəm və həmişəki kimi tək deyiləm. Pərdə arxası nə qədər insanlar bizi gözləyir, izləyir. Qonaqlarımız da var. Qonaq deyəndə ki, artıq onlar ev sahibləri deyil. Onları da salamlayıram və hamısı bu Milli Qurtuluş Bayramı münasibəti ilə ürəkdən təbrik edirəm.
Təşəkkür edirəm və Həmidə xanım, bu gün münasibətilə sizin də təbii ki mükafatınız Təşəkkür təqdim edirəm. olunmalıdır Çox və sağ olun. Nahiddən rica etsəm hədiyyəmizi və diplomumuzu gətirsin. Bəli, təbrik edirik və birlikdə sizin üçün özəl bir hədiyyə seçmişik. Sizin və Nübar xanım üçün. Baxarsınız, inşallah ki bəyənərsiniz. Baxarsınız. Buyurun, əyləşin və növbəti çox dəyərli bir sənətkarımız. Hansı ki, o da illərdir ki, Azərbaycan incəsənətinə, Azərbaycan mədəniyyətinə xidmət edir. Azərbaycan Respublikasının xalq artisti, illərin sənətkarı, dəyərli aktrisamız Nübar xanım Novruzova gəlir. Alqışlarınızla. Ay, bugün də fərqli, bax, gözəl, geyinib, keçinib, gəlib qonağımızdır. Xoş gördük sizi, Nübar xanım. Və görüşərsiniz. Hə, efirdə belə vazduşlu, belə havalı öpüşdü sizdə. Necəsiz? Oldu, salam. Bilirsiniz ki, mən namaz qılıram. Ona görə Naməhrəm, də, hə, başa düşdüm. Bəli. Salamlayıram hamınızı, tamaşaçılarımızı. Nə gözəl Əziyyəti- geyinmişsiniz bugün, fərqli. Dördən əziyyəti keçən hər bir kəsi və dünya televiziya məkanını izləyən izləyicilərimizi. Sizləri də sağ ol deyirəm ki, həmişəki kimi belə gözəl tədbirlər hazırlayırsınız, çəkirsiniz və bizim uşaqlarımızı sevindirirsiniz. Gələn qonaqlarımızı da salamlayıram. Can. Deputat müəllimimizi də salamlayıram. Aydın müəllimimizi. Aydın müəllimi. Və mən ən çox bugün sevincliyəm ona görə ki, belə əziz gündə belə bir veriliş təşkil eləmisiniz. Və ilk buraxılışımız Bəli, görünəcə gözəl təsadüf görürsünüzsən, Qurtuluş günü münasibətilə Allah qəni-qəni rəhmət eləsin. Amin Ulu inşallah. öndərimizə. Hamı ki, mən də onun fanatı idim, onu sevirdim. Allah ona rəhmət eləsin, onun davamçısı İlham Əliyevi, dövlətimizi Allah qorusun, saxlasın. Həmişə xalqımız sevincli, şad günlər içində yaşasın. Amin inşallah. Və sizin də mükafatınızı təqdim edək alqışlarla. Sizin üçün də özəl bir hədiyyə seçmişik. İnşallah bəyənəcəksiniz. Əsl sizin geyimlərinizə uyğun bir hədiyyədir. Baxarsınız sonra. Alqışlayaq Nübar xanımı və dəyərli izləyicilərimiz davam edirik. İndi isə istəyərdim ki, 7 illik sənət fəaliyyətimdə daim mənim yanımda olan, məni dəstəkləyən, heç zaman məni tək qoymayan bir ağsaqqal kimi, bir Azərbaycan Respublikasının dəyərli ziyalısı kimi mənim həyatımda böyük bir rolu var o insanın. Çünki nə vaxt dəvət etsəm, nə qədər işləri olmağından asılı olmayaraq hər zaman bizim yanımızda olur. Azərbaycan Respublikasının millət vəkili Aydın Mirzəzadə qonağımızdır. Xoş gəlib, səfa gətirib Aydın müəllim. Bayramınız mübarək olsun. Salam xanımlar. Necəsiz? Sağ olun, təşəkkür edirəm. Dəvətinizə görə təşəkkür edirəm. Hörmətli bizim mədəni işçilərimizi salamlayıram. Hər ikisi Azərbaycan incəsənətinin inkişafında böyük rolları olub. Azərbaycan xalqı tərəfindən sevilirlər və sizə təşəkkür edirəm ki, siz bu dəyərli xanımları, mədəniyyətimizin parlaq ulduzlarına verilişə dəvət edibsiniz. Eyni zamanda qarşıdan gələn Milli Qurtuluş Günü münasibəti ilə mən hər kəs təbrik edirəm. Bu doğrudan da milli qurtuluş idi. Ulu öndər Heydər Əliyevin həmin dövrdə hakimiyyətə gəlişi Azərbaycanın müstəqilliyini qorudu. Azərbaycanı vətəndaş müharibəsinə, sürüklənməsindən xilas etdi. Azərbaycan vətəndaşına, dövlətinə inam hissini qaytardı. Və o dövrdən başlanan yol bugün torpaqlarımızın işğaldan azad olunmasına, bugün böyük quruculuq işlərinə, dünyada böyük nüfuzumuza gətirib çıxartdı. Azərbaycan xalqı həmişə ulu öndərə qəlbində böyük məhəbbətlə yad edəcəkdir. Bəli, təşəkkür edirəm, alqışlayıram sizi. Sizin də mükafatınızı təqdim edək və hədiyyələrimizi təşəkkür edirəm Nahid. Alqışlayaq Aydın müəllimi. Və buyurun, əyləşin birinci. Təşəkkür edirəm. İstəyərdim ki, bizim növbəti qonağımızı dəvət edəm və qonağımızı dəvət etməmişdən əvvəl mən Nahid bunu sənə vermək istəyirəm. Çünki bizim çox önəmli bir qonağımız gəlib, onu zəhmət olmasa qarşıla. İstəyərdim ki, layihələrimizin, Azərbaycan Uzun layihəsinin daimi münsiflərindən biri olan xanəndə, pedaqoq Maya xanım Cəbrailovanı dəvət edək alqışlarınızla.
Xoş gəlib, səfa gətirib Maya xanım. Necəsiz? Bayramınız mübarək. Bəli, salam. Bayramınız mübarək olsun. Mən salamlayıram əvvəlcə bizim dəyərli Aydın müəllim sizi, bizim gözəlimiz, Respublikamızın xalq artistlərin, Həmidə xanım, Nübar xanımı sizi və tamaşaçılarımızı bizim əziz bayramımız, Qurtuluş günü münasibəti ilə xalqımızı ürəkdən təbrik edirəm. Allah Taala bu günü bizə yaşatdı, çox şükür olsun Allaha və buna görə bizim dəmir yumruq deyə bir yumruq altında bütün xalqımızı birləşdirdi. Cənab Prezidentimizə İlham Əliyevə Allah can sağlığı versin və bizim dəyərli qazilərimizə Allah can sağlığı versin. Şəhidlərimizə Allah rəhmət eləsin. Onların ruhu əlbəttə şaddır. Çünki Qarabağ azaddır. Qarabağ həmişə bizimdir, olub bizim olacaq. Amin inşallah və Maya xanımın ifasını hazırlayaq. Bir dənə qoy deyim, Qazidir qardaşım. Onun ad günüdür. Təbrik Ona görə edirik. təbrik edirəm. Təbrik edirik və ifası səslənsin, çünki digər qonaqları da vaxt qalsın. Qonaqlarımız maşallah çoxdur. Suların üstünde sola tek süzersen, necə xoş gönülər tül geyinər, narın üzərsən. Necə xoş gönülər tül geyinər, narın üzərsən. Axan buludlar, xalxal buludlar, güllərə şəkiləyər ey gün. Gözündən ağlar, gümüş bulaqlar, duman, duman, duman. Aman, aman dağlara duman, bir əbədi mehman. Aman, aman dağlara duman, bir əbədi mehman. Yaylaqda yanar ayam, aranda üşüsən, sənə and içərəm, tez gələrəm, məni düşünsən. Sənə and içərəm, tez gələrəm, məni düşünsən. Axan buludlar, xalxal buludlar, güllərə şəkiləyər ey gün. Gözündən ağlar, gümüş bulaqlar, duman, duman, duman. Aman, aman dağlara duman, bir əbədi mehman. Aman, aman dağlara duman, bir əbədi mehman. Tez ötün buludlaya, ürəyim nur istər. Tərlanım olsa yar, ay doğanda o məni gözlər. Tərlanım olsa yar, ay doğanda o məni gözlər. Axan buludlar, xalxal buludlar, güllərə şəkiləyər ey gün. Gözündən ağlar, gümüş bulaqlar, duman, duman, duman. Aman, aman dağlara duman, bir əbədi mehman. Aman, aman dağlara duman, bir əbədi mehman. Aman, aman
Təşəkkür edirəm. Maya xanım, buyurun, bu da sizin mükafatınız. Təbrik edirik Çox sizi. sağ olun, təşəkkür edirəm, var olun. Buyurun, bu da sizin diplomunuz. Buyurun, əyləşin Nübar xanımın yanında. Davam edirik. Birazdan bir fəxri qonağımız da var, hansı ki yoldadır, gəlməkdədir, gəlir. Və istəyərdim ki, növbəti musiqili qonağımızı dəvət edəm, dəyərli izləyicilərimiz. Azərbaycan Ulduzu 6 musiqi yarışmasının qalibi birbaşa ifası ilə gələcək. Əli Əliyev gəlir. Alqışlarınızla. Tez tanışdıq, tez də çıxıb gedirsən, gedirsənsə get, danışma gedənim. Bu gedişin çox çətindir, bilirsən, bilə-bilə zülm edirsən gedənim. Özümdə özümə yad olmuşam mən, fikrimdə dolanır indi hər kəlmən. Heç özüm bilmədən, fikirləşmədən məni məndən ayrı saldın gedənim. Hər sözünü bircə dinlədim, ümidsizlik girdabında inlədim. Günahkaram, günahsızam bilmədim. Sən məni qəlbimdən vurdun gedənim. Özümdə özümə yad olmuşam mən, fikrimdə dolanır indi hər kəlmən. Heç özüm bilmədən, fikirləşmədən məni məndən ayrı saldın gedənim. Özümdə özümə yad olmuşam mən, fikrimdə dolanır indi hər kəlmən. Heç özüm bilmədən, fikirləşmədən məni məndən ayrı saldın gedənim. Təşəkkür edirəm. Mən də Əli təşəkkür minnətdaram edirəm. sənə və Rəvan bəy, icazənizlə Hoş gördük, necəsən? mən millət vəkilimizi Buradan gəl, dayan. və dəyərli sənətkarlarımızı hər birinizi salamlayıram. Sizi salamlayıram. Və mahnının müəllifini icazənizlə təqdim Buyur. etmək istəyirəm. Sözləri Günel Murad, salamlayırıq. Musiqisi Doktor Elçin Rəhimli. Təşəkkür çox edirəm. gözəl. Sən diplomun və sənin Çox sağ olun. mükafatını da təqdim edək. Alqışlayaq Əlini. Diqqətinizə görə çox sağ olun. Bayramın mübarək olsun bir daha. Və bizim Azərbaycan Ulduzu layihəsinin bilirsiniz ki, daimi rəsmi sponsoru var. LT Estetik Mərkəzi. Bu gün də bu tədbirimizə qatqısı oldu, dəstəyi oldu. Hər zamanki kimi, hər zaman uşaqların yanında olur. Hər zaman xeyriyyə tədbirlərində aktiv iştirak edir. Gənc xanım olmasına baxmayaraq Aydın müəllim çox belə deyim, xeyirxah insandır. Gənc xanım İstəyərdim odur, ki, qarşımızda əyləşib. Gənc xanım budur, qarşımızda əyləşib. Gənc xanım odur. Gənc xanım o xanım da qarşımızda əyləşib. bəli, bizim üçün çox dəyərli olan LT Estetik Mərkəzinin rəhbəri
Lalyandar Aslanova bizimlədir. Xoş gəlib. Alqışlıq Lalyandar xanımı. Görün necə gözəl maraqlı adı var Lalyandar xanımın. Mən də hər kəsi salamlayıram. Dəvətiniz üçün təşəkkür edirəm. Burada mərkəzə gəlin, zəhmət hamı sizi görsün. Dəvətiniz üçün təşəkkür edirəm. Belə şeylərdə, necə deyim, tədbirlərdə iştirak etmək bizim üçün xoşdur. Bayramımızı da təbrik edirəm. Bugün müstəqillik günümüzdür. Hər kəsə uğurlar. Və mən sizə təşəkkür edirəm ki, hər zaman olduğu kimi bugün də bir qatqınız oldu bizim tədbirimizə. Zaten Azərbaycan Ulusu layihəsinin Lalyandar xanımın rəhbərlik etdiyi LT Estetik Mərkəzinin baş sponsorluğu ilə izləyir tamaşaçılarımız. Bugün də yanımızda olduğunuz üçün sizə xüsusi təşəkkürümü bildirirəm və sizin də mükafatınızı təqdim edeyim. Və Nahidə dəvət ilə diplomumuzu gətirsin. Buyurun. Və bu sizin bugünə qədər gördüyünüz işlərə görədir. Həm xeyirxahlığınız üçün, həm iş xanımı olaraq digər həmkarlarınızdan seçildiyiniz üçün. Çünki sizin rəhbərlik etdiyiniz LT Estetik Mərkəzi yetərincə məşhur, tanınmış bir mərkəzdir və yetərincə işinin peşəkarı olan kollektiv çalışır. Çünki siz özünüz də eləsiniz. Və alqışlar da Lalyandar xanım otursun, əyləşin. Oradan əyləşin, digər qonağımız gəlir. Sizin verişdən sonra çox insan onların estetik mərkəzindən maraqlanır. Mənə zəng edib suallar verirlər. Və siz də bu həftə biz qonaq olacağıq da, orada söz vermişik. Həmdə xanımın nə vaxt olsa... Bu həftə olmasın, gələn həftə olsun. Nə fərqi var? Mütləqa, oldu. Sağ olun. Bəli. Və bizim növbəti qonaqlarımız var. Mən istərdim ki, dəvət edəm. LT Estetik Mərkəzinin kollektivindən biridir, hansı ki, Kiprik ustasıdır və çox peşəkar bir xanımdır. Aytac Həsənovanı dəvət edirik alqışlarınızla. LT Estetik Mərkəzi olaraq yalnız və yalnız işinin peşəkarları çalışır. Aytac xanım da həm master olaraq çalışır. Xoş gördük. Salam, hamını salamlayıram. Axşamınız xeyir olsun, bayramınızı təbrik edirəm. Mən LT Estetik Beauty Centerdə fəaliyyət göstərirəm, Kiprik ustası olaraq və bir qısa məlumat vermək istəyirəm. Deyilənlərə görə bəzi xanımlarımız kiprik tez tökülməsindən şikayət eləyirlər. Yəni, onu məlumat vermək istəyirəm ki, kipriyin tez tökülməsi insanın orqanizmindən bağlıdır və biraz həyəcanlıyam. Kipriyin uzunluğu və qısalığından asılıdır və yığılımından asılıdır. Xanımlarımıza bildirmək istəyirəm ki, seçim edəndə Gəlin belə danışaq onda. O zaman, dəyərli xanımlar, kipriklərinizin tez tökülməsini istəmirsinizsə, Aytac xanıma LT Estetik Mərkəzinə müraciət edə bilərsiniz. Çünki işinin peşəkarı olana həvalə etmək lazımdır. O zaman kiprikləriniz tez tökülməyəcək, düzdür? Bəli. Alqışlayaq Aytac xanımı və Aytac xanımın da mükafatını təqdim edək. Çünki Azərbaycanda yetərincə sayılıb seçilən işinin peşəkarı olan kiprik ustası olaraq təqdim olunur sizə. Təşəkkür edirəm və sizi alqışlarla yola salıram. Sözü yenə də musiqiyə vermək istəyirəm, dəyərli izləyicilərimiz. Star Magazin Plus verişi davam edir. Azərbaycan Ulduzu 7 musiqi yarışmasının finalisti. Artıq 5 həftə ardıcıl olaraq Aydın müəllim həftənin liderliyini qoruyub saxlayır həmin iştirakçımız. Və bu gün də özəl olaraq onu dəvət etmişik ki, çox fərqli bir ifası var. Onu bu günlərin bayram günündə səsləndirsin. Türkan İsmayıllı birbaşa ifası ilə gələcək. Yarım ayyan ayyaman ey Könlümün sevgili məhbubi məni Vətənimdir, vətənimdir, vətənim Vətəni sevməyən insan olmaz Ay aman Vətəni sevməyən insan olmaz
olsa da o şəxsdə vicdan olmaz. Ay aman, yar ay aman ey. Sən məni Sən mənim köksümdə çarpan ürəksən, mən sənin köksündə kiçik bir zərrə. Mənə qanad verəyən, mənə qanad verəyən odlu diləksən. Adına, özünə vətən deyirəm, çölünə, düzünə vətən deyirəm. Yar ay aman ey. Aman aman, aman aman, aman aman ya nay aman aman ya, aman aman ya. Möhtəşəm ifa. Təşəkkür edirik Türkan. Mən də təşəkkür edirəm və Xoş bugün gördük. bütün Azərbaycan xalqının həyatında mühüm dönüş nöqtəsidir. Bugün Qurtuluş günüdür və mən bütün Azərbaycan xalqımı bu münasibətlə təbrik eləyirəm. Bu qədər. Çox gözəl ifa elədin. Maşallah, həm yaxşı səsi var, həm də siyasi cəhətdə çox yetkin danışdı. Sizə uğurlar arzulayıram, xanım. Getmə. Mükafatını təqdim edək Türkan. Mərkəzdə dayan. Uğurların bol olsun. Azərbaycan Ulusu 7 yarışmasında da sənə uğurlar arzu edirəm. Birazdan duet ortağından ifanda olacaq. Alqışlarla Türkanı yola salırıq. Və Aydın müəllim, bayaqdan səbirsizliklə gözlədiyimiz bizim fəxri qonağımız artıq buradadır. İstərdim ki, həmin dahi şəxsiyyəti dəvət edəm. Çünki həmin xanıma çox böyük hörmətimiz var və bu sənətə başladığım gündən onun da mənim sənət fəaliyyətimdə bir rolu var. Hər zaman yanımda olub. Nə vaxt dəvət etmişəm, bacardığı qədər vaxt tapıb. Təbii ki, bilirsiniz ki, vaxt məhdudiyyəti var. İstəyərdim ki, çox hörmətli Azərbaycan yazıçısı və həkimi, Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, dəyərlimiz, çox hörmətli Zərifə xanım Quliyevanı dəvət edir və qeyd edim ki, ümumilli liderimiz Ulu Öndər Heydər Əliyevin dost doğma dayısı qızıdır Zərifə xanım Quliyeva. Necəsiz? Çox xoş oldu Zərifə xanımı aramızda görmək. Xoş gördük Zərifə xanım. Xoş gördük. İşləyir mikrofon. İşləyirmi? Həqiqətən biraz yubandıq, üzürlü sayın, yolda biraz trafik vardı. Amma bugün belə bir insanları burada görmək əlbəttə ki, adama şən əhval-ruhiyyə verir. Bizim çox doğma Aydın müəllimimiz, xanımlar, çoxdan hamısını tanıyırıq. Yəni, bugünkü gün qarşımızda Qurtuluş günü gəlir, ölkəmizin Qurtuluş günü, xalqımızın Qurtuluş günü. Bu günü bizə Ulu Öndərimiz, ümumilli liderimiz Heydər Əliyev bağışlayıb. Yəni, çox əziyyətlərlə elə belə göydən düşməyib bu Qurtuluş günü. Mən bu qarşıdan gələn bayram münasibətlə hamını təbrik edirəm, can sağlığı və hər zaman belə xoş rifahla yaşamağı, belə bizim demokratik, müstəqil ölkəmizdə xoş rifahla yaşamağı hamıya arzu edirəm. Amin inşallah. Təşəkkür edirəm və hədiyyəmizi təqdim edək Zərifə xanıma, zəhmət olmasa. Biz sizə təqdim edəcəyik.
və uşaqlarını da verəcəksiniz, siz verəcəksiniz. Buyurun, təşəkkür edirəm, bu sizin diplomunuz. Çünki elə bura alqışlayaq. Buna layiqsiniz, çünki siz hər zaman həm uşaqların, həm şəhid ailələrinin, elə burada əyləşin, mən yanınızda burada saxlayaram. Və qazilərin, şəhid ailələrinin yanında olmusunuz. Dəyərli izləyicilərimiz, reklamlarımız var. Reklamlardan dərhal sonra davam edirik. Xəncəri tək zülməti birdən yarasan, məni dünyaya əlimdən tutasan, qaytarasan. Bu gecə sən mənə dur, getmə deyib yalvarasan. Tək bir gün, bir balıq qoynuna gül yarpağı tək yaslanasan, yağış altında çətirsiz gəzəsən, islanasan. Özgələrdən məni bir sevgili tək qısqanasan. Tək bir gün məni gerçəkliyin ilə yuxudan oyadasan. Hara getsən də nə etsən də mənim sən yazasan. Çatma qarşıma xəyal eltimə sərhəd cəzasan. Tək bir gün, bir balıq qoynuna gül yarpağı tək yaslanasan. Yağış altında çətirsiz gəzəsən, islanasan. Özgələrdən məni bir sevgili tək qısqanasan. Qoynuna gül yarpağı tək yaslanasan. Yağış altında çətirsiz gəzəsən, islanasan. Özgələrdən məni bir sevgili tək qısqanasan. Tək bir gün, bir balıq qoynuna gül yarpağı tək yaslanasan. Yağış altında çətirsiz gəzəsən, islanasan. Özgələrdən məni bir sevgili tək qısqanasan. Tək bir gün məni gerçəkliyin ilə yuxudan oyadasan. Hara getsən də nə etsən də mənim sən yazasan. Çatma qarşıma xəyal eltimə sərhəd cəzasan. Tək bir gün, bir balıq qoynuna gül yarpağı tək yaslanasan. Yağış altında çətirsiz gəzəsən, islanasan. Özgələrdən məni bir sevgili tək qısqanasan. Qoynuna gül yarpağı tək yaslanasan. Yağış altında çətirsiz gəzəsən, islanasan. Özgələrdən məni bir sevgili tək qısqanasan. Təşəkkür edirəm, çox sağ olun, minnətdaram. Xoş gəlmisən Vasif. Vasif O Səs Azərbaycan musiqi yarışmasının iştirakçılarından biri olub. Uğurlar arzu edirəm sənə Vasif. Tamaşaçıları bir daha salamlamaq istəyirsənsə salamla buyur. İlk öncə ekran qarşısında əyləşən bütün tamaşaçılarımız və bir-birindən dəyərli bizim qonaqlarımız var burada, bizim böyüklərimiz var. Hər birini salamlayıram, əllərindən öpürəm
və Türkan xanıma uğurlar arzu edirəm və baxıram dostum olaraq fəxr edirəm ki, yəni belə gözəl layihələrdə, belə gözəl telekanallarda iştirak edir və uğurları ard-arda da hər həftə birinci olaraq məni sevindirir və təbii ki, onu sevən bütün hər kəsi sevindirir. Təşəkkür edirəm. Buyur, bu da sənin mükafatın. Uğurlar arzu edirik sənə, təbrik edirik səni. Türkan, sənə də uğurlar arzu edirəm. Yeni ifalar gözləyirik səndən. Və dəyərli izləyicilərimiz davam edirik, çünki bizim hələ istedadlı burada uşaqlar var, bizi gözləyirlər. Biri-birindən maraqlı çıxışlar hələ qarşıdadır. Növbəti dəvət etdiyim bizim layihəmizin yetirməsi olan Tanıyın bizi 2 model yarışmasının qalibi, Azərbaycan Ulduzu 4 istedad yarışmasının finalisti, həm qiraətçidir, həm ifaçıdır. Leyla Məmmədova gəlir birbaşa ifası ilə. Xoş gəlib, bayramın mübarək. Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Bayrağımız qayıdacaq bir gün yenə hər bir qarış torpağımız. Hər bir elin öz yeri var, mənim elim doğma diyar. Gözəllikdə o bir bahar, gələcəyə işıq saçan. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına, baxı bir gün övladına. Qoy sevinsin hər bir ana. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına, baxır bir gün övladına. Qoy sevinsin hər bir ana. Öz sözü var, hörməti var, ölkələrin arasında. Belə gözəl, belə zəngin var dünyanın harasında. Vətənimin nə qürur gücü, öz ürəyi ilhamı var. Xoş günlərə gedən yolda bir əbədi bayramı var. Hər bir elin öz yeri var, mənim elim doğma diyar. Gözəllikdə o bir bahar, gələcəyə işıq saçan. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına, baxı bir gün övladına. Qoy sevinsin hər bir ana. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına, baxı bir gün övladına. Qoy sevinsin hər bir ana. saçan. Qurban olum Azərbaycan bu müqəddəs torpağına. Baxı bir gün övladına, qoy sevinsin hər bir ana. Qurban olum Azərbaycan bu müqəddəs torpağına. Baxı bir gün övladına, qoy sevinsin hər bir ana. Qurban olum Azərbaycan bu müqəddəs torpağına. Baxı bir gün övladına, qoy sevinsin hər bir
təşəkkür edirik. Xoş gəlmisən Leyla. Necəsən? Yaxşıyam, siz necəsiz? Çox sağ ol, yaxşı olasın. Məni efirə dəvət etdiyiniz üçün sizə təşəkkür edirəm. Bütün qonaqları salamlayıram. Və qeyd edim ki, Leyla hətta seriallara çəkilir, kinolara çəkilir, çox istedadlı qızımızdır. Bəlkə deyirəm, Aydın müəllim mükafatımızı təqdim edək. Uşaqlara həmişə siz təqdim etmişsiniz. Leyla balamız. Mikrofonu verək. Leyla balamızın çox gözəl səsi var. Çox gözəl musiqi duyumu var. Artıq bir onda özünü səhnədə aparmaq mədəniyyəti formalaşıb. Bu olduqca vacibdir. Seçdiyi mahnının özü də gözəldir. Mən təbrik edirəm, uğurlar arzulayıram və inanıram ki, Azərbaycan səhnəsi artıq özünün gələcək ulduzunu indidən tapıbdır. Təbrik edirəm. Təşəkkür edirəm. Bu sənin hədiyyə. Buyur, bu sənin diplomun. Çox təşəkkür edirəm Aydın müəllim. Alqışlarla Leylamızı yola salırıq. Buyurun, əyləşin. Və bizim növbəti çox istedadlı bacı qardaşımız buradadır. Görmə məhdudiyyətlidirlər, amma çox gözəl səsləri var. Bizim yaratdığımız layihəmizin yetirmələridirlər. Tanıyın bizi 2 istedad yarışmasının finalistləri olmuşdular. Fəqan və Fatimə bacı qardaşları birbaşa ifaları ilə edək. Nəhayət təşəkkür edirəm. Tamam, o zaman salamlasınlar tamaşaçıları. Fəqan və Fatimə, xoş gördük. Mən hər kəsi salamlayıram, axşamınız xeyir olsun. Qonaqları Vərəvan bəyi salamlayıram, Nahid bəyi salamlayıram. Bizi bura dəvət etdiyiniz üçün sizlərə dərin təşəkkürlərimizi bildiririk. Var olun, sağ olun. Çox təşəkkür edirəm. Fatimə, sən də salamla tamaşaçıları. Mən hər birinizi salamlarım, hər birinizin bayramı mübarək olsun və Rəvan əminə sizə də təşəkkür edirəm. Çox sağ olun. Var olasınız. İfalarını eşdə, daha sonra daha ətraflı danışacağıq.
yaşa, yaşa benim xalqım. Yaşa, yaşa, yaşa Azərbaycan. Yaşa, yaşa, yaşa benim xalqım. Yaşa, yaşa, yaşa Azərbaycan. Yaşasın Azərbaycan. Təşəkkür edirəm və Fəqan Fatimənin bu əyinlərində gördüyünüz gözəl geyimlərə görə mən əlləri qızıl olan nömrə 1 modelyerimiz Hicran Əhmədovaya təşəkkürümüzü bildiririk. Biz də təşəkkür edirik, var olsun. Tam təmənnasız şəkildə Fəqan Fatimənin daim geyimlərini hazırlayır. Çox sağ olun Hicran xanım, gözəl qəlbiniz var olsun. Və istəyərdim ki, Zərfə xanım, bu missiyanı sizə tapşırım. Bilirəm ki, siz həmişə bu uşaqların yanında olmusunuz. Mükafatı siz təqdim edin və ürək sözlərinizi mərkəzə icazə verək. Zərfə xanım gəlsin. Mikrofonu götürün Zərfə xanım. Mən bu gözəl balaları təbrik edirəm. Onlara böyük uğurlar arzu edirəm gələcəkdə. Və vətənimizin onlara olan sevgisi və uşaqların belə vətən sevgisi ilə həvəsə gətirən, onları belə yolda bu uşaqlara təsir göstərən, yəni ana vətəni, ana torpağı sevmək ruhunda böyütməyə görə mən Rəva müəllim, belə bir tədbirlər üçün də sizə çox təşəkkürümü bildirirəm. Mən bayaqdan baxıram, uşaqların demək, bu gənc yaşlarında artıq bunlar vətən ruhu ilə, vətən sevgisi ilə böyüyürlər. Yəni başqa çox musiqilər var, çox mahnılar var. Amma bayaqdan mən görürəm, hamısı, bayaq ki qızımız da gözəl oxudu. Yəni, hamısı vətən sevgisi ilə böyüyürlər. Və mən bu uşaqlara çox böyük uğurlar arzu edirəm. Var olasınız. Hər zaman belə qayğılı olsunlar, Rəva müəllim. Amin inşallah. Biz burada oturan qonaqlar da, hamımız da bura biz gəlmişik. Bugün bax bu yeniyetmələrin qarşısına, onları alqışlamaq üçün, onları görmək üçün, onları əzizləmək üçün, əlbəttə bizim bu balalarımızın gələcəyi xoşbaxt olsun. Necə ki, indi xoşbaxt böyüyürlər. Çox xoşbaxt günlərlə böyüsünlər. Mən sizləri təbrik edirəm. Amin inşallah. Sizdə olan istedad gələcəkdə lap çox inkişaf edəcək. Və mən bilirəm ki, siz ölkəmizdə və ölkəmizdən də qıraqda tanınmış bizim vətəndaşlarımız və ifaçılarımız olacaqsınız. Və mən inanıram ki, biz sizlə fəxr edəcəyik. Sağ olun inşallah. Alqışlayaq. Təşəkkür edirəm. Zərifə xanım, var olasınız. Hə, götürdün Fatimə. Bunu da təqdim edək Fatimiyə. Bu isə? Fatimə. O Fəqanındır, bu Fatimənindir. O Fəqanın. Fəqan götür. Fəqan gəl, tut bunu oğlum. Aha, bu da güzel. Bu da mənim Fatiməm. Bəli. Gözəl Fatimə. Hədiyələrini də verək. Onu da deyim ki, çox gözəlsin. İnşallah həyatın da özün kimi gözəl olur. Və bayaqlarım Zərifə xanım, pərdə arxası Nahidə deyirəm ki, bunlar 3 il bundan əvvəl bizim yarışmamıza qatılanda balaca uşaqlar idi. Artıq boyları da uzanıb, artıq böyüyürlər və nə xoşdur ki... Saçları da öyle var, bizim Xəzər dənizimizə oxşuyur. Belə dalğalı, gözəl, bax bunun saçlarına bax, bax, nə gözəl. İlahi Pərverdigara baxın bunu, Fatiməni adı da, özü də nə tər gözəl yaradıb. O həyatı da onun elə gözəl olsun. Amin inşallah. Qarşıda da, həyatı boyu gözəlliyi ondan olsun. İnşallah. Təşəkkür edirəm və növbəti ifaya vaxt varmı Qurban? O zaman alqışlarınızla istəyərdim ki, Azərbaycan Ulduzu 6 bala musiqi yarışmasının qalibi Yusif Şamilovu dəvət edə alqışlarınızla gəlsin, öz ifasını təqdim. Eşq olsun Azərbaycan əşkərləri. Qarabağ bizimdir, bizim olacaq. Qarabağ bizimdir, bizim olacaq. Zaman gəldi, məqam yetdi. Bozqurdlar döyüşə getdi. Analarımız dua etdi. Ay
mənim əsgər qardaşım. Bizimdir bu qarlı dağlar, alındıca torpaqlar, dalğalanır bayraqlar. Ay mənim əsgər qardaşım. Millətimiz var olsun, düşmanımız xar olsun. Tanrı sizə yar olsun. Ay mənim əsgər qardaşım. Haqq yoludur sənin yolun, yorulmasın əlin qolun. Döyüşlərdə möhkəm olun. Ay mənim əsgər qardaşım. Öncə vətən millətimizdir, xalqımızdır, dövlətimizdir. Bayrağımız qeyrətimizdir. Ay mənim əsgər qardaşım. Xüsusi təyinatlı əsgər, söyləyərək yad deyilən bəş. Düşmanı eyləyir dərbədər. Ay mənim əsgər qardaşım. Millətimiz var olsun, düşmanımız xar olsun. Tanrı sizə yar olsun. Ay mənim əsgər qardaşım. Haqq yoludur sənin yolun, yorulmasın əlin qolun. Döyüşlərdə möhkəm olun. Ay mənim əsgər qardaşım. Millətimiz var olsun, düşmanımız xar olsun. Tanrı sizə yar olsun. Ay mənim əsgər qardaşım. Haqq yoludur sənin yolun, yorulmasın əlin qolun. Döyüşlərdə möhkəm olun. Ay mənim əsgər qardaşım. Davam edir dəyərli izləyicilərimiz. Yusif, çox möhtəşəm ifa təqdim elədin. Ha, Aydın müəllim, çox gözəl oxudu Yusif. Alqışlayaq bir daha Yusifi. Və Həmidə xanım, istəyərdim ki, mükafatını siz təqdim edəsiniz. Yusif, təbrik edirəm. Mikrofonu. Sən şirin balasan, o qədər gözəl oxudun ki, siz belki tamaşaçılar görünür, polis arxasındadılar. Ona necə azarkeşlik edirlər və necə əl çalırdılar. Bəli. Sənin uğurların daha bol olsun. Təbrik edirəm, uğurların bol olsun. Mübarək xanım, dediniz qucaqlamaq istəyirəm. Bəli. Qucaqlamaq istəyirəm. İcazə verirsiniz? Əlbəttə. Mikrofonu götürün Mübarək xanım. Mən çox arzulayıram ki, bayaq müəllim deyən kimi, gün o gün olsun ki, səsin uzaqlardan, başqa ölkələrdən gəlsin. Çünki sən bunu bacaracaqsan, mən buna inanırım. Təşəkkür edirəm Maya xanım, hədiyyəmiz təqdim edir. Aydın müəllimin reklam arası bir sözü var idi, arzusu, duası var idi ki, 10 ildən sonra mən əminəm ki, sən həmin universitetdə təhsil alacaqsan. Yusif, təşəkkür edirəm Maya xanım. Yusif təbrik eləsin. Çox istedadlıdır. Yusifin gözəl səsi var. Yusifin eyni zamanda indidən bir duruşunda, qamətində, baxışında bir gələcək bir Azərbaycan kişisinin cizgiləri var. Bu da olduqca vacib bir məsələdir. Mən arzumu bildirdim ki, bir 10 ildən sonra Yusifin 19 yaşı olanda mən ona Azərbaycan Prezidentinə Dövlət Dərəkçilik Akademiyasının Politologiya Fakültəsində dərs deyim. Mən belə bir arzumu bildirdim. İnşallah. Amma
sonradan hörmətli Həmidə xanım onunla söhbət edəndə o bildirdi ki, incəsənət sahəsinə getmək istəyir və aktyor olmaq istəyir və Həmidə xanım mənim gələcək tələbəmi əlimdən aldı. Amma Yusif, sən onu bil ki, mən sevinirəm ki, sən Azərbaycan xalqının sevimlisi, bizim kinomuzun, teatrımızın ulduzu Həmidə xanımın gələcəkdə tələbəsi ola bilərsən. Yusif kimi belə qabiliyyətli, savadlı, eyni zamanda indidən yaxşı ümidlər verən uşaqlarımız çoxdur, həddən artıq çoxdur. Gəlin hamısını alqışlayaq. Hər bir Azərbaycan ailəsində mütləq Yusif kimi çox dəyərli bir uşaq böyüyür. Bunlar gələcəyimizin əskərləridir, gələcəyimizin aktyorlarıdır, gələcəyimizin politoloqlarıdır, gələcəyimizin həkimləridir, diplomatlarıdır. Ən əsası sabah Azərbaycanı qoruyan, Azərbaycanın fəxarət qazandıran gözəl bir vətəndaşlarımızdır. Var ol, sənə uğurlar olsun. Minnətdarıq. Maya xanım, sizə təbrik edin. Mən təbrik edirəm Yusif balamızı. O, Aydın müəllim hər sözü dedi. Öz duruşu ilə, öz mədəniyyəti ilə mən təşəkkür edirəm Rəvan, mənim üçün tapıntı oldu. Bu mənim sənətdə üzr istəyirəm, nəvəm sayılır. Çünki anasına dərs demişəm. Uğurlar arzulayıram. Hamıdan çox sevinirəm. İnşallah gələcəyin belə Aydın müəllimin, Həmidə xanımın, Mübarək xanımın, bu gözəl bizim əzizimiz Zərifə xanımın, bax kimlərin qarşısındasan sən, deməli bu məsuliyyətdir. Deməli sən gözəl bir xalqımızın nümayəndəsi, sənətkar olasan. Minnətdaram Maya xanım. Yusifi alqışlarla yola salırıq və davam edirik. Efirimiz yarıda kəsilməsin deyə biz məcburuq qısa kəsək. Çünki hələ bizim çox istedadlı uşaqlarımız arxa planda gözləyirlər. Və bu qrup haqqında məlumat vermək istəyirəm. Aydın müəllim, Zərifə xanım. Bu qrupu mən yaratmışam. Bizim layihələrimizin yetirmələridirlər. Bahar qızımız Azərbaycan ulduzu 7 hal-hazırda buraxılış olan Azərbaycan Ulduzu 7-nin finalistidir. Ayla isə Azərbaycan Ulduzu 6 bala musiqi yarışmasının 3-cüsü olub. ABBA qrupunu alqışlarla dəvət edirik, birbaşa ifaları ilə. Xoş gəldiniz. Ailəli,
Təşəkkür edirəm qızlar. Və bu missiyanı Aydın müəllim və Zərifə xanım sizə həvalə edirəm. Laryandar xanım, diplomlarımızı siz təqdim edin. Buyurun, Zərifə xanım. Təbrik edirəm. Böyük uğurlar. Çox sağ olun. Musiqinin ritmini çox gözəl tuturlar. Yəni artıq o bilinir ki, onlar musiqiyə çox bağlıdırlar. Musiqini oxuyanda məsələn o ritmi tutmaq o başqa bir şeydir. Bəli. Qoy bu sizdə inkişaf eləsin və inşallah belə ölkəmizdən uzaqlarda biz həmişə sizin eşidək Azərbaycanımızın adını yüksəklərdə tutasınız. Tamam mı? Təşəkkür edirəm Zərifə xanım. Var olasınız. Aydın müəllim. Təbrik edirəm. Qızlar çox istedadlıdırlar, gözəl ifa edirlər. Onlara gələcəkdə böyük uğurlar arzu edirəm. Təşəkkür edirəm Laryandar xanım. Mən də təbrik edirəm. Çox gözəl ifa etdiniz. Uğurlarınız bol olsun inşallah. Təşəkkür edirəm. Qızlar buyurun. Və qızlarımız salamlaşmadılar. Həyəcandan unutduq. Mən tuturam mikrofonu. Xoş gördük. Bizi televiziya qarşısından izləyən hər kəsi salamlayırıq. Qarşıdan gələn Milli Qurtuluş Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edirik. Buyur Ayla. Hər kəsi salamlayıram. Qarşıda gələn Qurtuluş Gününüzü təbrik edirik. Can. Təşəkkür edirik və alqışlarla ABA qrupunu yola salırıq. İndi isə növbəti layihəmizin yetirmələrindən biri olan Azərbaycan Ulduzu 7 bala musiqi yarışmasının yarım finalçısı İlqar Bayramlı gəlir birbaşa ifası ilə. Küçələrə su səpmişəm, küçələrə su səpmişəm, yar gələndə toz olmasın, yar gələndə toz olmasın. Küçələrə su səpmişəm, küçələrə
Xoş gördük İlqar səni. Təşəkkür edirik gözəl ifa üçün. Hər kəsi təbrik edirəm. Qarşıda Milli Qurtuluş günümüz gəlir. Allahdan rəhmət diləyirəm ulu öndərimizə. Can. İlqar həm də bizim dəyərli sənətkarımız Gülyaz Məmmədovanın dəyərli ustadın tələbəsidir. Mükafatını Həmidə xan buyurun, siz təqdim edin. Sizin növbənizdir. İlqar, təbrik edirəm. Uğurların bol olsun. Səni böyük səhnələrdə görək. Bu da sənin diplomun. Bu da bilirəm kitabı çox sevirsən. Hə, bu da sənin hədiyyən. Alqışlarla yola salırıq və əyləşin Həmidə xanım. Növbəti istedadlı balamızı dəvət edək. Azərbaycan Ulduzu 7 musiqi yarışmasının yarım finalçısı. Bu həftə onları böyük bir həyəcan gözləyir, çünki finala keçid edəcəklər. Rasin Əkbərli birbaşa ifası ilə gələcək. Vətən sevmək azdır, onu qorumaq gərək. Vətənim demək azdır, vətənin olmaq gərək. Vətən sevmək azdır, onu qorumaq gərək. Vətənim demək azdır, vətənin olmaq gərək. Onun adi torpağı ruhdan, candan irəli. O atadan qabaqdır, o anadan irəli. Onun adi torpağı ruhdan, candan irəli. O atadan qabaqdır, o anadan irəli. Bilirəm, vətənə tay olmayır, ömürdən pay verərlər, vətəndən pay olmayır. Vətənə tay olmayır, ömürdən pay verərlər, vətəndən pay olmayır. Övlad gərək vətənə, vətən bir yol deyirlər. Ona qurban gedənə əsil oğul deyirlər. O əbədi namuslar, o əbədi qoruqdur. Ürkək quş kim uçar, onu əldən buraxsın. Onun adi torpağı ruhdan, candan irəli. O atadan qabaqdır, o anadan irəli. Onun adi torpağı ruhdan, candan irəli. O atadan qabaqdır, o anadan irəli. Bilirəm, vətənə tay olmayır, ömürdən pay verərlər, vətəndən pay olmayır. Bilirəm, vətənə tay olmayır, ömürdən pay verərlər, vətəndən pay olmayır. Azərbaycan heç vaxt öz ərazisinin bir qarşında heç bir başqa ölkə, heç bir başqa dövlətə verə bilmir. Onun adi torpağı ruhdan, candan irəli. O atadan qabaqdır, o anadan irəli. Onun adi torpağı ruhdan, candan irəli. O atadan qabaqdır, o anadan irəli. Bilirəm, vətənə tay olmayır, ömürdən pay verərlər, vətəndən pay
Təşəkkür edirəm. Xoş gördük Məhəmməd Əli. Üzr istəyirəm. Xoş gördük Rasim, necəsən? Yaxşıyam, sağ olun, siz necəsiniz? Yaxşı olasan, mərkəzdə dayan, tamaşaçılar da səni görsün. Nübar xanım, mükafatımızı təqdim edək. Nə arzu edirsən sən izləyənlərə? Mən onlara demək istəyirəm ki, uşaqların əmək müdafiəsi gününü təbrik edirəm və qarşıdan gələn 15 iyun Milli Qurtuluş gününüzü təbrik edirəm. İndiki oxuduğum mahnıyı mən qazilərimizə, hərbiçilərimizə və şəhidlərimizə həsr elədim. Təşəkkür edirəm, var ol. Alqışlayaq, buyurun mükafatı təqdim edək. Mən də sizi təbrik edirəm. Mən arzu edirəm ki, bu sənətdə bu işvi yarımçıq qoymayasan, axıracan gedəsən. İlqar, Rasim, mən bunları heç ayıra bilmirəm. Hər ikiniz gözəldir, sonra bir oğlan... İndi gəlir o da. Hə, o da çox gözəl, hamımız gözəlsiniz. Hamımız gözəl, özünüzə məxsus, hərəvizin ifa tərzləri var. Sizin hamımızı təbrik edirəm, mən fəxr edirəm ki, mənim Azərbaycanın belə gözəl balaları var. Təşəkkür edirəm Nübar xanım. Mükafatımızı təqdim edək, alqışlayaq Rasinimizi, yola salırıq Rasini. Azərbaycan Ulduzu 7 bala musiqi yarışmasının finalisti. İndi isə dəvət edəcəyim iştirakçı Azərbaycan Ulduzu 7 bala musiqi yarışmasının yarım finalçılarından biri olan Məhəmməd Əli Vahabsoy. Birbaşa ifası ilə gəlsin. Xoş gəldin. Море вернулось, говором чаек, песни прибоя, рассвет пробуди, сердце как друга, море встречает, сердце как песня, летит из груди. Преданием скалам, ты ненадолго подаришь тревог. Море, возьми меня, дальние дали, парусом алым несе собой грустные звезды. В поисках ласки сквозь синюю вечность летят до земли. Море навстречу в детские сказки на синих ладонях несет корабли. О, море, море, преданием скалам, ты ненадолго подаришь тревог. Море, возьми меня, дальние дали, парусом алым несе собой. Təşəkkür edirəm. Xoş gəlmişsən Məhəmməd Əli. Buyur, tamaşaçılar salamla. Mikrofona. Hamınızı salamlayıram. Təşəkkürlərimi bildirəm hər kəsə. Qarşıdan gələn Azərbaycan xalqımızın, dünya Azərbaycan xalqımızın Qurtuluş gününü də təbrik edirəm. Qurtuluş günü münasibətilə
təbrik edirəm. Həyəcanlanma. Hər kəsə uğur arzulayıram, hər kəsə uğurlar arzulayıram. Çox sağ ol. Rəvan bəy və Nahid bəy məni bura dəvət etdiyi üçün onlara da təşəkkürlərimi bildirirəm. Can, biz də sənə təşəkkür edirik. Var olarsan. Mükafatı kim təqdim etmək istəyir? Zərifə xanım. Gəlin, gəl. Çox xoşuma Can. gəldi, həqiqətən. Mikrofonu verək Zərifə xanıma. Həm bu mükafatı bu olurdu. Deməli, çox xaricən çox gözəl oğlansan. Atanı, ananı həmişə sevindirəsən. Səsin də çox gözəldir və belə məşhur bir mahnını, musiqini oxuduğun üçün sənə mən çox təşəkkür edirəm. Bu eyni zamanda mənim çox sevdiyim mahnıdır. Yəni bu çox məşhur bir mahnıda oxudun sən və məşhur adamlar da bunu ifa edibdir və bu bizim Azərbaycanımıza həsr olunan bir mahnıdır. Mən sənə bu mahnı kimi, o mahnıdakı uzun, uzaq belə səslər var. Boğazlar, bəli. Hə, boğazlar, düzdür. Onu sənə uca Tanrı verib. Sən onu inkişaf elətdir. Yaxşı, çox indi bu yaşda istifadə eləmə, onu qoru. Qoru və gələcəkdə onu daha da inkişaf etdirəsən. Mən səni təbrik edirəm ürəkdən, sənə can sağlığı və valideynlərimə də arzu edirəm, həmişə səninlə fəxr edəsinlər. Bir söz demək istəyirəm ki, yəni mən rus dilində bilmirəm. Sadəcə Müslüm Maqamayevin mahnılarına sevgim olduğu üçün onu oxudum. Elə də yəni istəyirəm. Mən ona görə dedim ki, çox məşhur adamlar oxuyubdu bunu. Sən də o gün olsun ki, Müslüm Maqamayev kimi səs salasan dünyaya. Rəvan müəllim, mən sənə bir-iki söz demək istəyirəm. Mən bugünkü bu tədbirdə həqiqətən çox məmnun oldum. Və sizə böyük təşəkkürümü bildirmək istəyirəm. Mən hər zaman sizin yanınızda çox hörmətli bizim Aydın müəllimi görürəm. O qədər sizə onun rəğbəti var, o qədər sizə hörməti var. Eyni zamanda mən də o Aydın müəllimdə olan o sizə qarşı olan məhəbbətə, hörmətə, sizə olan sayğısına qoşuluram və sizə çox təşəkkür edirəm. Bir də sizdə onu gördüm ki, siz gənclərə nə qədər vətən sevgisini inkişaf etdirirsiniz. Bugünkü günümüzdə belə gənclərin, yeniyetmələrin vətən ruhunda, vətən sevgisində, torpaq sevgisində böyütməyin böyük bir mənası var. Və bunu siz edirsiniz uşaqlarınızda. Mən onun görə sizə çox təşəkkür edirəm. Və bu işiniz, bu mərhəmətiniz qoy sizin davamlı olsun. Mən sizə çox təşəkkür edirəm. Sağ olun. Və Zərifə xanım, mikrofon sizdə olmuşkən istəyərdim ki, Yusuf Zeynalovu da dəvət edək. Düzdür, ifası verilişin başlığında olmuşdu. Heç biriniz yox idiniz burada. İnciməsin bizdən deyə istəyirəm mükafatını yenidən təqdim edək. Diplomunu da gətirək, zəhmət olmasa. Üzr istəyirəm, Yusuf mənim övladımdır. Nə gözəl. Bəli, və istəyərdim ki, diplomunu və mükafatını Aydın müəllim, siz də qoşularsınız bizə. Siz Yusufun çıxışlarını izləmişsiniz həmişə. Yusuf mənim dostumdur. Onun yaxşı səsi var, onun yaxşı zövqü var. Ona görə Həm də xan. Təbrik edirəm, uğurlar arzulayıram. İnanıram ki, sənin incəsənət uğurların ildən də çox olacaq. Ən xoş arzular. Və bir istedadlı oğlanı təəssüf gəlindən aldılar. Həmdə xanım onun müəllimi olacaq. Heç olmasa sən bir 10 ildən sonra mənim tələbim. Can, inşallah. Çox təşəkkür edirəm. İnşallah. Mən də təbrik edirəm Yusuf balamızı və mən arzu edirəm ki, o öz hansı yolu tutubsa onu inkişafı etdirsin və eyni zamanda atası kimi vətən sevər, torpağı sevər, ana sevər olsun, millətini sevən olsun. Yaxşı, xalqını sevən olsun və həmişə qoruyasın xalqını. Var olasınız. Öpürəm səni, təbrik edirəm. Var olasın. Həmidə xan, buyurun. Yusif, səni heyf ki, gecikdik, səni ifava qulaq asmadıq, amma əvvəllər qulaq asmışıq və ümid edirəm ki, bundan sonra da gecikməyəcəyik, mütləq səni ifava qulaq asacaq. Uğurlar. Çox təşəkkür edirəm və Nahidi dəvət edirəm bura. Nahid, gəl zəhmət olmasa. Nahidi dəvət edirəm. Efirimizin sonuna gəlib çatdıq və
Nahid, təşəkkür edirəm, hər zaman yanımdasan. Buyur. Çox möhtəşəm bir tədbir keçdi. Dəyərli qonaqlarımız var olun. Sahib seçib gəldiyiniz üçün, sona qədər yanımızda olduğunuz üçün bütün iştirakçılara uğurlar arzu edirəm. Bir daha bayramımız mübarək olsun. Bütün iştirakçıları dəvət edirik səhnəyə. Efirimizi birlikdə yekunlaşdıraq.